Cəlilabadda çiyələk yığımı davam edir. Məhsul bol, qiymət də kəskin aşağıdır. Qiyməti aşağı olduğundan bəzi fermerlər hətta bir neçə gün sahələrdəki məhsulu yığmaqdan imtina etdiklərini deyirlər. Onların sözlərinə görə hazırki qiymətlə satış etmək daha çox zərər verir. Nə işçinin haqqını ödəmək olur, nə də fermerə xeyir qalır. Fermerlərin sözlərinə görə əvvəlki illərdə məhsulun əhəmiyyətli hissəsi xarici bazarlara göndərilirdi. Bu il isə həm ixracın zəifləməsi, həm də bazarda məhsulun həddindən artıq çox olması qiymətlərin kəskin enməsinə səbəb olub. Hazırda sahələrdə çiyələk alıcılara 1 manata təklif olunur. Bu qiymətlə məhsulu toplamaq, qablaşdırmaq və bazara çıxarmaq sahibkara sərf eləmir. Yəni məhsulu toplasalar da çəkilən xərci çıxara bilmirlər. Yəni keçən illəri bu ilki ilə baxanda çox gözəl oldu. Bu il həqiqətən Allahın möcüzəsi idi. Gözləyirdik ki, yaxşı olar. İnşallah əvvəli yaxşı başladı. Gəldi bir ay yaxşı oldu. Bir aydan sonra qiymətlər düşdü, mal yağışacaqdı, Rusiya işləmədi, nə bilim çox fəsadlar oldu. O fəsadlar da əksəriyyəti gəldi əkinçinin başına. Çiyələk təsərrüfatlarında yaranan problemlərin bir səbəbi də son günlərdə yağan aramsız yağışlara görədir. Kəskin rütubət səbəbindən yetişən məhsul çürüdüyündən fermerlərə ciddi ziyan dəyib. Bu illəri deməli mən 5-6 hektar çiyələk sahəsi əkmişdim. Bu illəri keçənlər nisbətən iqlim şəraitinin yaxşı olmaması, yağıntılı keçməsi, rütubətli keçməsi çiyələyin keyfiyyətini biraz aşağı saldı. Bu da çiyələyin qiymətində, ixracında çətinliklər yaratdı. Mütəxəssislər bildirirlər ki, çiyələk sektorunda yaranan böhran əsasən xarici bazarda tələbatın azalması ilə bağlıdır. Bunun üçün ilk növbədə ixracatçı şirkətlər xarici bazarlarda daha çox partnyorlar axtarmalıdırlar. Qeyd edək ki, bu il Cəlilabadda 940 hektar sahədə çiyələk əkilib. Elşən Feyzullayev, Nərmin Məmmədhəsənli, Xəzər xəbər.